Biz artıq parklama əməliyyatlarını yerinə yetirməyi öyrənirik. Bundan öncəki dərsimiz olmuşdu. Geriyə hərəkət və geriyə hərəkətlə bağlı bütün lazım tapşırıqları yerinə yetirməyi öyrənib yekunlaşdırdıq. Əgər geriyə hərəkətlə bağlı olan bütün tapşırıqları yerinə yetirməyi öyrənməsəydik, parklama əməliyyatlarını rahat şəkildə, düzgün şəkildə öyrənməmiz çətin olacaqdı. İlk öncə təhsil. Bax, sağda 2 dənə konus qoymuşam və biri-birinə çox yaxın qoymuşam. Çox dar bir məsafədir. Park eləyəcəyimiz ərazi o 2 konusun ortasıdır. Parklama əməliyyatlarını yerinə yetirərkən nələrə diqqət etməlisən, bunu sənə aşılayıram. Əlbəttə ki, peşəkar olduqdan sonra bu hesablamalara ehtiyacın da olmayacaq. Ancaq peşəkar olana qədər indi sənə izah eləyəcəklərimə diqqət et. Əvvəla bil, mənim sənə verdiyim hesablamalar, verdiyim raşotlar bir dəfəyə parklama əməliyyatını yerinə yetirmək üçün nəzərdə tutulub. Daha bir neçə cəhddən sonra alınması üçün yox. İlk növbədə bilməlisən ki, parking sürəti sevmir. Yəni, qaz verim, möhkəm gedim, yaxud da eniş yolda ayağımı əyləc pedalından götürüm, avtomobilin sürəti yüksək olsun, olmaz. Minimal sürət olmalıdır. 2. Parking cəldliyi sevmir. Yəni, sükanı cəld döndərim, cəld qaytarım, buna ehtiyac yoxdur. 3. Parking diqqətsizliyi sevmir. Sənin fikrin qalar o maniyələrin arasında kör-körayına sükanı sağa çevirərsən, sağa çevirəndə sağından bir moped, motosikl gələr, vurar səni. Ona görə ilk öncə dönmə siqnalını yandır, bütün güzgülərə bax, yoxlanış et, ondan sonra hərəkətə başla. 3. Parkingdə bir kruq, yarım kruq, kruq yarım deyə bir anlayış yoxdur. Söhbət mənim metodikamdan gedir. Bütün parklama yöntəmlərində sükanı sona qədər çeviririk. Yaxşı, axıra qədər çeviririk. 4. Biz döngələrdə sonuncu maniyələrə raşot götürürdük, hesab götürürdük. Yəni, misal üçün, buradan sağa dönəcəyimiz təqdirdə son maniyəmiz sağda olan yolun küncü, yəni o yerdəki bardur idi, onunla hesab götürürdük, dönürdük. Ancaq parkingdə ilk maniyə ilə hesab götürürük. Aydın oldu? Yəni, raşot dediyimiz ki var, onu ilk maniyə ilə hesablayırıq. İndi orada 2 maniyə var, 2 konus. Biz birinci konusla hesab götürəcəyik. İrəliyə doğru hərəkət edərək o 2 maniyənin ortasına avtomobilimizi yerləşdirmək üçün nələrə diqqət etməliyik, hansı hesablamaları aparmalıyıq, indi bunları sənə izah edirəm. İlk öncə yolun relyefini müəyyənləşdir. Yoxuşdurmu? Demək ki, bizə azacıq qaz lazımdır. 2. Bizim maniyəmiz nədir? İlk maniyəmiz bizə yaxın olan ilk konusdur. Fərz et ki, hərəsi bir avtomobildir. İlk maniyə ilə, yəni o ilk konusla bizim avtomobilin arasında nə qədər böyür məsafəsi var? 4 metr, 4 metrə yaxın. Çoxdur. Əgər bizimlə o park edəcəyimiz yer arasında olan böyür məsafəsi minimum 4 metr varsa, gözə yarıda, yəni 4-5 metr və yaxud da bir avtomobil uzunasına yerləşərsə, irəliyə doğru hərəkət edərək avtomobilimizi o 2 maniyənin ortasına yerləşdirə bilərik. Bunun üçün güzgümüz bizə yaxın olan ilk maniyə ilə paralel olanda sükanı axıra qədər çevirəcəyik sağa. Ancaq dayanmamaq şərti ilə. Buyur, indi qoy D rejiminə, əl əyləcini endir, sağa dönmə siqnalı yandır. Mən qəza işıqlarını yandırmışam, ancaq sən vərdiş elə deyə deyirəm. Tələsmə. Bax, ayağı uca keçirmişsən qazın üstünə. Olmaz. Bax, sol güzgüyə. Gələn var? Var. Ola bilsin ki, sənin avtomobili və kimsə söykənib. Sən kör-körənə avtomobil tərpədərsən, o adam yıxılar, başı dəyər asfalta. Yoxdur ki, sağda bir sıxıntı yoxdur ki. İndi əyləci burax, azacıq qaza toxun, əyil qabağa bax, kürəyivi bax, söykən arxaya. Bizə bu lazımdır, əyil qabağa, bax, mütləq şəkildə bu lazımdır. Güzgümüz bizə yaxın olan ilk maniyə ilə hələ olmayıb, indi oldu.
İndi sükanı çeviririk sağa, sona qədər. Baxırıq qarşıya, önə bax. Hələ get. Düz oldun, tələsmə, həll olmamısan. İndi düzləşdir sükanı. 1, 2. Əyləci burax. Bura qədər aydın oldu, düzü. İndi bax, biraz da əyləci burax. Bu qədər dar bir yerdir. Solda da gördüyün kimi. Hara kimi gedək ki, avtomobilin ön hissəsini qarşıda olan o bardura toxundurmayaq. İndi qarşıda bardur olmaya da bilər. Sağında, solunda əgər avtomobil varsa, onlarla müqayisə apar. Ancaq varsa bardur, bu da bir yöntəmdir. Bunu da izah edirəm. Bu güzgümüzdür. Düzü təslim. Güzgümüzün altı ilə öndəki bardurun üst hissəsi paralel olana qədər gedirik irəli. Sən o biri güzgüyə bax, sol güzgüyə. Buyur. Oldu. Bax budur. Güzgümüzün altı bardurun üstü ilə paralel olana qədər. Yəni bu şəkildə olmalı deyil. Bu şəkildə olsa çox keçmiş olarıq. Və yaxud da bu şəkildə olsa hələ ki çox var. İndi əyləci birazca da burax. Kifayət elədi. Əl əyləcini qaldır, düyməni sıxma da. Sonra qoy P rejiminə. İndi buyur, düş baxaq. Gəl Təslim, gəl. Yaxın gəl. Gəl yaxın. Bax əzim, sağ tərəfdə bax. Dəyməmsən ki. Sol tərəfdə də dəyməmsən. Bu qədər dar bir park yeri olmur. Bu qədər dar bir parklama ərazisi kimi gördüyün yer olsa belə avtomobili oraya yerləşdirmə. Çünki oraya yerləşdirsən belə qapıların açılmayacaq. Mən sizə qəsdən bu qədər dar bir yerə park elətdirirəm ki, geniş yerə park etmək daha rahat olsun sizin üçün. Amma bu hesablamalara riayət eləyərək park etsən, bir udara, yəni cəmi bir cəhdə bu qədər dar bir yerə belə yerləşdirə biləcəksən avtomobili. Qəbul edirsən. İndi gəl irəliyə baxaq. Və güzgünün alt məsələsi. Biz güzgünün altı ilə avtomobilimizin qarşıda olan barduru paralel eləyəndə bax qarşıya. Hələ görsən 1 metrə yaxın məsafə var. Aydın oldu. Bu da sənə qaranlıq qalmadı ki. İndi buyur, əyləş avtomobilə. Bu bizim bir parklama yöntəmimiz. Taxma kəməri. Geriyə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir. İndi əyləci bas. Qoy RR. Daha sonra əl əyləcini endir. Çevril sol güzgüyə bax. Sağ güzgüyə bax. Orta güzgüyə bax. Bir sıxıntı yoxdur ki. İndi bu güzgü bayaq bir paylaşımda bir dayaz düşüncəli birisi yazıbdı ki, o boyda güzgülər varkən çevrilib baxmağa nə ehtiyac var? Qayda bizə ona görə kəmər taxmamağa icazə verir ki, çevrilib baxa bilək. Yəni arxaya, geriyə hərəkət zamanı. Bu güzgü sənə böyrüvü göstərəcək. Amma bax, o yoldan kim gəlir onu göstərməyəcək. Və yaxud da bu güzgü, bəli, sənin manevi göstərəcək. Amma o yoldan kim gəlir onu görə bilməyəcəksən. Ona görə lazımsa çevrilib də baxmalısan. Heç kim yoxdur ki? Tut, sükanı tut, əyləci burax, hələ düz get. İndi yavaşca saxla. Biz istəyirik ki, avtomobilimizin arxası, bir balaca da əyləci burax. Burax. Biz istəyirik ki, avtomobilimizin arxası sağa getsin. Demək ki, sükanı hara çeviririk? Sağa. Sükanı sağa çevirərkən avtomobilimizin arxası sağa gedəcək. Bəs ön hissəsi? Ön hissəsi sola. Deməli, soldakı konusa maneəyə dəyə bilər.
Əgər o maneə konusdur, divardır, maşındır, artıq hər nədirsə, onunla sənin böyründə, yəni avtomobilimin böyründə olmuş olsaydı ən az 1 metr yan məsafəsi, o halda güzgün o maneə ilə paralel olanda sükanı sağa çevirə bilərdim. Onda avtomobilin önü ona dəyməyəcəkdi. Və bu bütün minik avtomobillər üçün keçərli bir yöntəmdir. Yox, əgər böyür məsafən 1 metrdən də azdırsa, o halda sən daha çox geriyə çıxmalısan. Yəni o konusu böyür pəncərədən deyil, bax oturduğun yerdə ön alın şüşəsindən görməlisən. Görmürsən ki, hələ. Əyləci burax. Burax əyləci. Biraz da burax. Hə, bax, gördün? İndi sükanı könül rahatlığı ilə çevirə bilərsən. Əyləci burax, çevril bax. Yoxdur gələn. Avtomobilin önü dəymədi ki o maneə. Deməli, bu oldu bizim ilk parklama yöntəmimiz. Ən sadə, ən rahatı. Park etmə və parklama ərazisindən çıxış.